Bugün çox dəyərli bir qonağımız var, adı Əzizdir. Autizmlə birgə yaşamağın gözəlliklərini, bəlkə də çətinliklərini sizə çatdıracaq. İnsanlar səni hansı üç sözlə təsvir edə bilər? Bu haqqda mənə qısaca məlumat verə bilərsənmi? Mədəni, diqqətçil, tərbiyəli. Ən çox rahat özünü hiss etdiyin məkan, şərait haradır? O haqqda deyərsənmi? Əgər mühit mənə qarşı ədalətlidir, mənə qarşı səmimidir, mənə qarşı riyakar deyilsə, o mühit mənə xoşum gəlir. Sənin bir fərqli xüsusiyyətin var, o da autizmdir. Ümumiyyətlə, autizm sənin üçün nə deməkdir? Autizm mənim üçün mənfi cəhət deyil. Autizm sadəcə fərqlilikdir. Bir iş mühitində özünü necə hiss edirsən, harada işləyirsən? Mən Kaşalada dediyim kimi barista vəzifəsində çalışıram. Salam dəyərli izləyicilərimiz. Bugün çox dəyərli bir qonağımız var, adı Əzizdir. Və o öz həyat hekayəsini sizinlə paylaşacaq və fərqli həyata baxış açısı ilə sizə özünü tanıdacaq və autizmlə birgə yaşamağın gözəlliklərini, bəlkə də çətinliklərini sizə çatdıracaq. Bugün söhbətimiz əslində çox rahat olacaq və dostyanə olacaq və inanıram ki, biz bununla daha inklüziv və daha anlayışlı bir cəmiyyətin yaranmasına öz töhfəmizi vermiş olacağıq. Əziz, salam. Salam Aytan xanım. Səni görmək hər zaman mənim üçün xoşdur. Çox sağ ol, mənim üçün xoşdur. Mən istəyirəm izləyicilərimiz səni daha yaxından tanısın. Qısaca özün haqqında məlumat verərsən, zəhmət olmasa. Problem deyil. Mənim adım Əzizdir, soyadım Qəmbərovdur. Mənim hal-hazırda 19 yaşım var. Mən bu kafedə barista vəzifəsində çalışıram. Həm eyni zamanda Azərbaycan Dillər Universitetinin tələbəsiyəm. 3-cü kursda oxuyuram. Necə gözəl. Əziz, dinləyicilərə özün haqqında daha ətraflı məlumat verə bilərsənmi? Misal üçün, gündəlik həyatın necə keçir? Ümumiyyətlə, bu verilişə gəldiyin zaman özünü necə hiss edirdin və hal-hazırda hissiyatını da bizimlə paylaşarsanmı? Hə, əlbəttə paylaşaram. Gündəlik həyatım yaxşı keçir, mən çalışıram, özümü əyləndirim, hardasa vaxt keçirim. Elə eləyirəm ki, həyatım yaxşı keçsin. Və bura gələndə mən mənfi emosiyalar hiss eləməmişəm. Hər şey yaxşıdır. Mən də rahatam. Bəs ümumiyyətlə sən öz emosiyalarından bəhs elədin ki, bunlar mən düşünürəm ki, sənin gününü də gözəlləşdirir, bəlkə də müsbət mənada. İnsanlar səni hansı üç sözlə təsvir edə bilər? Bu haqqda mənə qısaca məlumat verə bilərsənmi? Mədəni, diqqətçil, tərbiyəli. Nə gözəl, çox gözəl üç kəlmədir. Mən də elə düşünürəm, çünki mən səni tanıdığım andan etibarən həqiqətən çox fərqli bir insansan və sənə qarşı dəyərim və hər birimizin dəyəri çox böyükdür. Əziz, ən çox rahat özünü hiss etdiyin məkan, şərait, bəlkə bir yer haradır? O haqqda deyərsənmi? Daha çox rahatsan və orada olmaq sənin üçün ən əlverişli şəraitdir. Mən səmimiyyətlə dolu olan yerdə özümü yaxşı hiss edirəm. İnsanlar daha səmimi olsun istəyirsən? Əgər mühit mənə qarşı ədalətlidir, mənə qarşı səmimidir, mənə qarşı riyakar deyilsə, o mühit mənə xoşum gəlir. Çox böyük sözlərdir, Əziz, nə gözəl. Biz bilirik ki, Əziz, sənin bir fərqli xüsusiyyətin var, o da autizmdir. Və sən autizmlə birgə çox böyük nailiyyətlər həyatda əldə eləmirsən. Ümumiyyətlə, autizm sənin üçün nə deməkdir? Demək istəyirəm ki, autizm mənim üçün mənfi cəhət deyil. Autizm sadəcə fərqlilikdir. Yəni, onun hansısa bir çətinliyini görürsənmi sən və ya insanların sənə autizmli olduğun halda yanaşması yönündə hansısa çətinliklər yaşamısanmı və ya tam tərsi də ola bilər? Necə düşünürsən? Necə yanaşır insanlar sənə qarşı? Ümumiyyətlə, insanlar mənə yaxşı yanaşır, amma əlbəttə ki, həmişə ideal olmur. Ona görə də elə olur ki, adamlar bəzi mənə yaxşı yanaşmaya bilərlər. Və düşünürsən ki, mən düşünürəm ki, onlar bəlkə bilmədikləri üçün bunu etmirlər. Yəqin onlar bilmədikdən, əksərən bilmədikdən və az faiz yəqin onlar özü belə adamlardılar. Heç kim hörmət eləmirlər. Bəli, Əziz, çox gözəldir əslində və deyə bilərsənmi, autizm əslində bəlkə də bir insanda bəzən özü ilə yanaşı çətinliklər də gətirə bilər. Dediyin kimi, bəzən insanlar səni anlamaya da bilərlər, ancaq bir autizm
mövzusu və ya bir autizmli olmağın sənə güc verirmi və güc verirsə hansı sahələrdə səni daha güclü edir? Harda ad günü yadda saxlamaqdır, ya da kiminsə adını soyadını. Nə gözəl, sənin elə bir fərqliliyin var, düzdürmü? Yəni sən insanların ad günlərini çox daha rahat yadında saxlayırsan. Misal verə bilərsənmi? Tanışdığın insanlar və ya dostların içərisində ən çox yadında saxladığın ad günü kimin ad günüdür? Məsələn, kimi deyim? Məsələn, İlyasın ad günü martın 30-udur. Sonra Elmarın ad günü aprelin 7-sidir. Sonra Hamzanın ad günü iyulun 12-sidir. Sizinki də mayın 1-idir. Nə gözəl, Əziz. Artıq bir neçə insanı ifadə eləmiş olduğun çox maraqlıdır. Təşəkkür edirəm yadında saxladığın üçün həqiqətən. Bəs ümumiyyətlə sən bir gündəlik həyatın haqqında mən istəyirəm ki, bizim izləyicilərimiz sənin haqqında daha ətraflı məlumat alsınlar. Bir günün necə keçir və o gün içərisində hansısa çətinliklər yaşayırsanmı, bu haqqda öz fikirlərini bölüşməyini istəyirəm. Mən fikirləşirəm ki, elə adam yoxdur ki, çətinlik yaşanmasın. Çünki mənim fəlsəfəm elədir ki, bu həyatda hər şey tam ideal ola bilməz, həm də tam necə deyim, tam pis ola bilməz. Əlbəttə ki, mən də bəzi hallarda çətin vəziyyətə düşürdüm, amma mən çalışdım bu vəziyyətdən düşüm, çünki mən başa düşürdüm ki, sadəcə mən onu qəbul etməliyəm və onun üstündə işləməliyəm. Yoxsa daha da vəziyyət gərginləşəcək. Yəni bununla əlaqəli sənin hansısa rutinlərin varmı? Məsələn, həyatda onlardan vaz keçə bilmədiyin və mütləq şəkildə onları həyata keçirmək istədiyin işlər və ya fəaliyyətlər varmı, rutinlərin? Rutinləri düzü belə xəyallarım yoxdur. Yəni hansısa üstündə durduğun və mütləq o işi hər gün görmək istədiyin şeylər var həyatında? Məsələn, səhər qalxdın və mütləq o işi görməlisən. Mən ancaq deyə bilərəm ki, mən hər gün mahnı qulaq asıram. Mahnı qulaq asmaq sənin üçün bir rutindir, bəli. Əslində çox gözəl bir rutindir. Çünki ümumiyyətlə cəmiyyətimizin üzvləri də əslində bəlkə də bilirlər bunu. Autizmli şəxslərin özünə xas bir rutinləri olur və bəlkə də bu onların həyatını bir mövzuda çətinləşdirir, bəlkə də asanlaşdırır. Sənin rutinin musiqi dinləməkdir. Məncə bu sənin həyatını asanlaşdırır, düzdürmü? Gündəlik həyatında Əziz, sənin görüşdüyün insanlar varmı? Görüşürsənsə onlarla ünsiyyət qurmaqda çətinlik çəkirsənmi və çəkirsənsə hansı mövzularda daha çox çətinliyin var sənin? Mən də belə çox çətinlik çəkmirəm ünsiyyətdə, amma bəzi hallar əlbəttə ki, olur, mən biraz çətinlik çəkə bilirəm. Misal üçün verə bilərsən, zəhmət olmasa. Məsələn, mən kiməsə danışanda məndən kobud danışa bilər, mən də onu qəbul etmirəm. Sənin reaksiyan necə olur o zaman? Reaksiya necə verirsən? İstənirəm. Aha. Amma sonra mən çalışıram özümü sakitləşdirim. Dedim ki, problem məndə deyil, problem o insandadır ki, məni məsələn incidib. Və ya olduğun kimi qəbul etmir. Sadəcə onun olduğunu qəbul etməlidir. Çünki nə qədər əsəbləşsən, nə qədər gərgin olsan, özümə ziyandır. Siz deyirsən Əziz. Bəs ağlında yadda qalan buna bənzər bir hadisə varmı? Hansı ki, sən xoşuna gəlməyib və insanların cəmiyyətdəki sənə yanaşmasını istəməmisən və bəyənməmisən və o hadisə sənin ağlında qalıbdır və heç vaxt unutmamısan. Belə bir şey varmı həyatında? Bir misal verə bilərsənmi? Vardı, amma dəqiq yadımda deyil. Aha. Ola bilər. Demək ki, çox da böyük bir şey olmayıb ki, sənin yadında qalmayıb. Düzdür? Əziz, sən düşünürsənmi ki, cəmiyyət həqiqətən fərqliliyi olan insanlar, autizmli şəxslərlə əlaqəli yetərincə maariflidirmi səncə, məlumatlıdırmı? Mən belə cavab verirəm. Mən hamının əvəzinə cavab verə bilmərəm. Niyə? Çünki adamların çox fərqli xəssiyyətləri var. Kimsə qəbul edir onları, kimsə qəbul etmir, kimsə kobud rəftar edir, kimsə hətta alçalda bilər. Amma mən fikirləşirəm ki, hər adam hamıya hörmətlə yanaşmalıdır. Fərq deyil, insanın autizmi var, autizmi yoxdur, hamıya hörmətlə yanaşmalıdır. Hamını qəbul etməlidir. Bəli. Ancaq bilmədikləri zamanda bəlkə onlara onu anlatmaq da lazım ola bilər. Anlatmaq lazımdır. Çünki bəzi insanlar olur, bilmirlər autizmli olan gəncə necə rəftar eləsinlər. Onlar səhv eləyə bilərlər. Əziz, sən cəmiyyətin hər hansı bir üzvünə autizmi necə anladardın? Necə deyərdin ki, o autizmi olduğu kimi başa düşsün? Mən deyəcəm, mən sadəcə izah eləyəcəkdim ki, autizm mənfi
şey deyil, mənfi cəhət, mənfi şey deyil. Autizm sadəcə fərqlilikdir. Məsələn, mən onlar düşündüyü kimi fikirləşirlər ki, autizmlə olan gənc işləyə bilməz, piano oynaya bilməz, məktəbdə oxuya, ya da universitetdə oxuya bilməz. Amma mən o nəzəriyyələri pozardım. Çünki sən elə şəxs olaraq özün pozmusan və biraz sonra da biz bu haqqda da danışacağıq və mən səninlə qürur duyuram həqiqətən. Fərqlilikləri olan, ancaq eyni zamanda bir çox şeyi bacaran və çox böyük müvəffəqiyyətləri olan bir insansan. Əziz, istəyərdim biraz da öz təhsilin haqqında danışardın. Mən bilirəm ki, sən çox böyük müvəffəqiyyət əldə etmisən və hal-hazırda təhsilini davam etdirirsən və özünün bu haqqda məlumat verməyini istəyirəm izləyicilərimizə ki, harda oxuyursan, oxuduğun o yerdə, o təhsil ocağında günün necə keçir, hər hansı bir çətinliklərin varmı və s. bu haqqda məlumat verməyini istəyirəm. Deməli, mən dediyim kimi, mən Azərbaycan Dillər Universitetində oxuyuram. Mənim fakültəm ingilis dili müəllimidir. 3-cü kursda oxuyuram. Belə çətinliyim, belə bir böyük çətinliyim yoxdur. Amma mən yenə də mənim fəlsəfəm elədir ki, heç nə tam asan ya da tam çətin ola bilməz. Əlbəttə ki, arada o kimi çətinliklə rast ola bilər. Hər gün universitetə gedirsən? Hə, bəli, həftənin 5 günü mən universitetə gedirəm. Bəli. Əziz, Dillər Universitetində müəllimlərlə və tələbə yoldaşlarınla sənin ünsiyyətin necədir? Ümumiyyətlə, onlarla yaxın dostluq etdiyin dostların varmı? Bu haqqda da məlumat ver, zəhmət olmasa. Deməli, mənim müəllimlə ünsiyyətim də yaxşıdır, həm də tələbə yoldaşımla yaxşıdır. Düzdür, ola bilər ki, bəzi biz bir-birimizi səhv anlaya bilirik, biz bir-birimizə qarşı pis emosiya hiss edə bilərik, amma məncə o hər qrupda olan bir şeydir. Bəli. Müəllimlərlə ünsiyyətdə, deyək ki, bütün tələbələrdə olduğu kimi sən də bildiyim qədərilə imtahanlarına girirsən və rahat çalışaraq onların üstəsindən gəlirsən. Burada hansısa çətinliklərin olurmu sənin? İmtahanda sadəcə yəqin hər tələbə kimi, ya da ki, ən azından tələbənin çoxunluğu kimi mən narahat oluram, amma sonra sadəcə sakitləşdirirəm özümü, fikirləşirəm ki, hər şey yaxşı olacaq. Sadəcə öz bildiklərimi yazım, qiymətimi də alım. Bəs deyək ki, universitetdə oxuyan bir tələbəsən və orada hər hansı bir şeyin dəyişdirilməsini istəyərdinmi? Səni daha yaxşı qəbul etmələri və anlamaları üçün? O universitet şəraitini düşün və ya müəllimlərlə, tələbələrlə ünsiyyətin haqqında. Sadəcə, nə demək istəyirdim? Sadəcə, hamını daha da anlamağını istəyərdim. Daha da yaxşı anlamağını. Çünki insanlar nə qədər çox anlayışlı olsa və bu hardan keçir? Mən öz fikrimi çatdırmaq istəyərəm ki, insanlar daha çox danışaraq anlaşırlar və hər hansı bir problem varsa, onun üstəsindən bu şəkildə danışaraq gəlirlər və problemi də həll etmiş olurlar. Səncə də belədirmi? Yəni ünsiyyət quraraqmı anlaşmalıdır insanlar, yoxsa? Hə, çox vaxt hə. Çox vaxt ünsiyyət qurmalıdır. Amma əlbəttə ki, adamdan da asılıdır. Bəli. Məncə sən möhtəşəmsən və çox bacarıqlısan. Həqiqətən fərqliliyi olan və neyromüxtəlifliyi olan bir gəncin gəlib universitet oxuya biləcək səviyyəyə çatması bu çox böyük bir uğurdur və düşünürəm ki, burada ən başda sənin ailənin böyük uğuru var, başda da ananın və mən ona bura vasitəsilə çox dərin minnətdarlığımı və təşəkkürümü çatdırmaq istəyirəm özüm də bir ana kimi. Əlbəttə ki, hamını təşəkkürləyirəm. Və anana da, düzdürmü? Əlbəttə ki, anana təşəkkürləyirəm. Nə gözəl, əziz. Əziz, iş haqqında da danışmağını xahiş edirəm səndən və bir iş mühitində özünü necə hiss edirsən, harda işləyirsən, orada özünü necə hiss edirsən və bəlkə də orada da nələrinsə dəyişməsini istəyirsənmi? Bu haqqda izləyicilərlə öz fikrini paylaş. Mən Kaşavata'da dediyim kimi barista vəzifəsində çalışıram. Hardasa 1 il və 2 aydır işləyirəm burada. Kaşavata haradır? Kaşavata 2 filialı var. Biri Qara Qarayevdə, biri də Üzeyir Hacıbəyev küçəsində. Və kafedir, düzdürmü? Ölkənin bir dənə mərkəz var, bir dənə də bir kafe. Kaşavata bu Kaşavata'nın filialı ilk inklüziv kafedir. İlk inklüziv kafedir ölkədə, düzdür? Bəli, məlumat verir, zəhmət olmaz. Öz işimdən məmnunam, xoşuma gəldi. Bu xoşuma gəlir burada işləmək. Niyə? Çünki mənə hörmətlə yanaşırlar, həm də bu yer pozitiv ilə də oldu.
Kaşalata kafedə neçə nəfər əməkdaş çalışır? İstəyirsən qısaca bu məlumatı da paylaşaq və sən Kaşalata kafedə çalışdığın müddətdə nələr əldə etmisən? Yəni başladığın zaman işə sən hər hansı bir çətinlik yaşadınmı və bu 1 il ərzində əldə etdiyin uğurlar Kaşalata kafedə nələrdir səncə? O haqqda da deyə bilərsənmi? Uğurlar mənim ən böyük uğurum sadəcə öyrəşməkdir. Sadəcə iş mühitinə öyrəşməkdir. Və Kaşalata bunda sənə çox böyük yol göstərdi. İş necə olur, necə eləmək lazımdır. İstəyirsən izləyicilərimizə qısaca Kaşalata haqqında daha geniş, daha doğrusu məlumat verək ki, Kaşalata ölkənin ilk və tək inklüziv kafesidir və Kaşalata kafenin yaranma məqsədi qeyri-müxtəlifliyi olan insanlara iş mühiti təqdim etməkdir və bu nümunə ilə daha çox iş imkanlarını onlar üçün yaratmaqdır. Kaşalata kafenin hal-hazırda 10 qeyri-müxtəliflik üzvü çalışır. Biri Down sindromlu və 9-u da autizm spektr pozuntusu diaqnozu almış şəxslərdir və fərqli iş fəaliyyətinə cəlb olunublar ki, bunlar aşpaz köməkçiləri, barista köməkçiləri, yanaşı olaraq da məsələ qonaqları qarşılayan ofisiantlar vəzifəsini çox bacarıqla və çox sevgi ilə icra edirlər və çox kiçik bir məkanla biz cəmiyyətimizə çox böyük bir mesaj verməyə, ötürməyə çalışırıq ki, qeyri-müxtəlifliyi olan insanlar, Əzizin timsalında onların yanında doğru insanlar olduğu müddətcə və onlara doğru yol göstərildiyi müddətcə və onlara doğru şəraitlər yaradıldığında qeyri-müxtəlifliyi olan insanların bacarmayacağı heç bir şey yoxdur və Kaşalata da buna ən gözəl nümunədir və ümidimiz də odur ki, Kaşalata kafemiz daha çox yayılsın, filialları açılsın, başqa ölkələrdə də açılsın və daha çox qeyri-müxtəlifliyi olan insanlara iş imkanları təqdim olunsun, düzdürmü? Mən sizinlə tam razıyam Ayda xanım. Çünki nə qədər bu filiallar varsa, o qədər də yaxşıdır. Bəli, və sən Kaşalata kafeyə işə cəlb olunmamışdan öncə o prosesdən də biraz məlumat verməyini istəyirəm ki, harda bu işə hazırlıq prosesi getdi? Hazırlıq prosesi deməli, mən bundan Kaşalatada işləməkdən əvvəl mən bir birgə və sağlamda könüllü olmuşam. Əvvəl mən bilmirdim iş necə olur, nə formatında olur. Əlbəttə ki, biraz narahatçılığım var idi, amma sonra o narahatçılıq getdi. Və sənə Birgə və Salam İctimai Birliyində, oranın autizm mərkəzində iş koçları tərəfindən dəstək verildi, düzdür? Dəstək verildi, hə. Və sənə iş bacarıqları öyrədildi, bir coffee shop fəaliyyətində nələrə diqqət etməlisən, onlar haqqında məlumat verildi, düzdürmü? Hə. Kimlə necə ünsiyyət qurmaq lazımdır, nə eləmək lazımdır, nə düzdür, nə səhvdir, bütün qaydaları. Nə gözəl. Sən biraz öncə məlumat verdiyin kimi ingilis dili müəllimliyini oxuyursan. Gələcəkdə ümumiyyətlə sənin hədəfin təhsillə bağlı nədir və iş fəaliyyətində də həmçinin? Yəni universiteti bitirdikdən sonra sənin xəyallarının davamı səni hara aparmasını istəyirsən? Mən düşünürəm ki, müəllim olum. İngilis dili müəllimi. İngilis dili müəllimi. Amma bilmirəm hansı, harda, məktəbdə, universitetdə. Hələ qərar verməmisən. Bəs akademik fəaliyyətini davam etdirməyi planlayırsanmı? Misal üçün magistratura. Magistratura fikirləşirəm onu. Fikirləşirsən və əgər tam yaxşı fikirləşsəm və istəsəm ki, magistratura girəm, mən girərəm. Təbii ki, sən bunu da bacararsan, əminəm. Çünki sən həqiqətən bir çox çətinliyin, bir çox fəaliyyətin üstəsindən çox rahatlıqla və asanlıqla gəlmisən. Sən həqiqətən çox gözəl bunu edə bilən bir insansan. Əziz, hər bir insan bilir ki, özünün bəlkə də çox güclü tərəfləri var və yanaşı olaraq da istedadları var. Özün haqqında bu mövzuda nələr demək istəyərsən? Sənin güclü tərəflərin hansılardır və istedadın hansı yöndə daha qabarıq vəziyyətdədir? Deməli, mən düşünürəm ki, mənim güclü tərəflərim diqqətli olmaq, sonra mədəniyyətli olmaq, anlayışlı olmaq, zarafatçıl olmaq. Nə gözəl. Zarafat edirsən, bəzən mən görürəm, dostlarınla da edirsən bunu. Belə bir böyük bir istedadım yoxdur. Sən elə düşünürsən, bəlkə də var. Bəlkə də var. Bunu bir müddət sonra hadisələr açmadı bunu, göstərmədi. Bəs kiçik də olsa istedadın olduğunu düşündüyün bir hissə varmı?
hər hansı bir istedadın Yəqin var? şəkil çəkmək. Uşaqlıqda mən çox şəkil çəkirdim, amma indi isə nadir hallarda şəkil çəkirəm. Yəni şəkil rəsm fəaliyyəti ilə məşğul olmaq, düzdürmü? Düzdür, Vankov kimi çəkmirəm, amma həm də getməmişəm. Rəsm kursuna getməmisən. Amma sadəcə sevirəm bu işi. Aha. Bəs bu istedadlar haqqında danışdığımıza görə də deyə bilərsənmi, məsələn, səni həyatda ilhamlandıran insanlar varmı? Məsəl üçün, baxırsan və deyirsən ki, necə gözəl işlər bacarır və o sənə ilham verir. Varmı elə insanlar həyatında? Hə, var. Siz. Mənəm. Hə, niyə? Çünki siz əvvəl yenə də təşəkkür etmək istəyirəm ki, siz çox şey eləmisiniz bu ölkə üçün, bu gənclər üçün. Bu da məni ilhamlandırır. Əziz, mən bu cavabı... Siz nədən keçməmisiniz? Siz hər şeydən keçmisiniz, nələriniz o nələr olmuşsunuz? Əziz, çox təşəkkür edirəm. Həqiqətən hal-hazırda çox duyğulandım, çünki bu cavabı gözləmirdim, amma bu mənim üçün çox dəyərli oldu və mən həyatımda heç unutmayacağım bir məqam oldu. Çox sağ ol. Sənin verdiyin, çox sağ ol. Verdiyin dəyər mənim üçün çox-çox önəmlidir və dəyərlidir. Mən düşünürəm ki, siz övladlarımız olaraq həyatda sərbəst olaraq ayaqda dura bilməyiniz üçün biz anaların edə bilməyəcəyi heç bir şey yoxdur. Mən də o analardan biriyəm sadəcə, bilirsən. Həmzə sənin burada dostundur və mənim oğlum Kaşalata kafenin aşbaz köməkçisidir. Və düşünürəm ki, məsələ sizin üçün biz həyatda daha güclü oluruq, daha müvəffəq oluruq və daha çox enerji toplayaraq sizlər üçün, sizin kimi insanlar və sizin dostlarınız üçün əlimizdən gələn hər bir şey edirik. Mən bir daha təşəkkür edirəm sənə bu cavabın üçün. Çox sağ ol. Və özünlə əlaqəli isə fikirləşdiyində, Əziz, ən çox qürur duyduğun bir nailiyyətin hansı olub bu son zamanlarda? Misal üçün deyə bilərsənsə. Düzünü desən, belə bir nailiyyətim yoxdur. Amma mən düşünürəm ki, sən universitetin 3-cü kurs tələbəsisən və mən düşünürəm ki, bu son 3 ildə sənin üçün ən böyük nailiyyət budur və bu olmalıdır. Çünki hər bir insan bu qədər uğurla universitet oxuya bilməz, amma sənin mən dərslərdəki nailiyyətlərini də bilirəm. Müəllimlərinlə də ara-ara ünsiyyətdə oluram və bilirəm ki, sənin aldığın qiymətlər də, özünün oradakı müəllimlərə qarşı, tələbələrə qarşı olan yanaşman da çox gözəldir və bu təqdir edilən bir məqamdır və mən düşünürəm ki, sənin ən böyük uğurlarından birisi son 3 ildə təhsildə özünə diqqət etməyindir. Əziz, mən həqiqətən bir autizmli gəncin nələr bacara biləcəyi ilə əlaqəli istəyirəm ki, cəmiyyətdə insanlar görsünlər və biz autizm dediyimiz zaman insanlar, sən necə ki bunu tam tərsini ifadə edin, amma autizm dediyimiz zaman insanlar bunun daha mənfi bir şey olduğunu düşünürlər və biz istər ictimai birlik olaraq, istər gördüyümüz maarifləndirmə işləri ilə birgə cəmiyyətə bunu çatdırmağa çalışırıq ki, əslində fərqliliyi olan insanlar hər bir insan kimi hər şey bacara bilər və daha çox məlumatlandırma etməyə çalışırıq ki, insanlar sizin kimi gəncləri, sizin kimi insanları cəmiyyətə inteqrasiya etməkdə çətinlik çıxartmasınlar. Və məsələ istər ailələrimizin həyat keyfiyyəti, istər siz gənclərin öz həyat keyfiyyətiniz və dövlətimizin sosial yükünün azaldılmasında da hər biri dəstək olsunlar və bugün mən sənin vasitənlə göstərmək istəyirəm ki, həqiqətən neyro-müxtəlifliyi olan bir insan, autizmi olan bir insan da bir çox şey həyatda bacara bilər. Mən bilirəm ki, sən ailədə tək övladsan və bacın, qardaşın yoxdur. Hər hansı bir çətinlik yaşamısanmı? İstəmisənmi ki, bir bacın və ya bir qardaşın olsun və sənə dəstək olsun? Və ya bəlkə onların yerini tutan başqa kimlərsə olubmu həyatında? Əvəz edən daha doğrusu. İndi cavab verirsiniz suallarınıza. Hə, siz deyirsiniz ki, mən ailədə tək övladam. Hə, bir vaxt mən istəyirəm ki, balaca qardaşım ya da bacım olsun. Niyə? Çünki oynamaq istəyirdim onunla. Bəli. Oynamaq istəyirdim, gəzmək istəyirdim, onlara baxmaq istəyirdim. Sonra onları əvəz eləyən ancaq dayımın qızı və dayı oğludur. Onların ünsiyyəti necədir? Onun ünsiyyəti yaxşıdır, o məndən balacadır. Maşallah biri 5-ci sinifdə oxuyur, biri də 2-ci. Aha, çox kiçik yaşdadılar və sənin öz yaşıdların içərisində yaxınlıq elədiyin hal-hazırda anladığım qədərilə qohumların yoxdur, düzdür? Öz yaşıdların. O zaman sənin ən çox
yaxınlıq etdiyin insanlar sənin iş yoldaşların və tələbə yoldaşlarındır, düzdürmü? Tək onlar yox, həm də qohumlarım. Qohumların içərisində var. Bəs ümumiyyətlə sosial fəaliyyətin və sosial həyatınla əlaqəli də qısaca danışmağını istəyirəm ki, universitet həyatını bilirik, iş həyatını bilirik. Bəs onun xaricində Əziz nə edir? Əziz nə ilə məşğul olmağı sevir və ya Əziz ümumiyyətlə sosial həyatı nədən ibarətdir? Haralarasa getməyi sevirmi? Və ya maraqlandığın bəlkə bir sahə var, orada daha çox özünü rahat hiss edirsən? Mən suala belə cavab verəm. Mən daha da çox gəzməyə xoşuma gəlir. Məsələn, park bulvara. Getməyi sevirsən hansısa? Niyə? Çünki mən emosiyalarımı daha da pozitiv eləyir. Nə məqsədlə? Misal üçün? Məsələn, sadəcə özümü rahat hiss eləyim, gərgin olmayım, hansı bir mənfi şeyləri düşünməyim. Əsasən mən nəyi xoşlayıram? Orada gəmiyə oturmaq xoşuma gəlir. Nə gözəl, lap yaxşı. Yəni sən açıq havada daha çox gəzməyi sevirsən, yoxsa qapalı məkanlarda daha çox gəzməyi sevirsən? Mən daha da açıq yerlərdə xoşum gəlir. Əsasən dənizə yaxın. Həyatda hər hansı bir xəyalın varmı? Qurduğun bir xəyal var və o haqqda bizimlə paylaşmaq istəyirsən, bir sir deyilsə. Mənim ümumi xəyalım odur ki, mənim həyatımda hər şey əla olsun. Ən böyük xəyalım budur. Mən çətinlik yaşamayım, mən bütün mənim arzularım yerinə yetirilsin, mən bütün nailiyyətlərimə nail olum, belə şey, bütün məqsədlərimə çatım, belə. Və bunun üçün sən zaten həqiqətən əlindən gələn hər bir şey edirsən və əlbəttə ki, adam da insan da çalışmalıdır. Bəli, çünki insan özü çalışmadığı müddətcə bir xəyal edə bilməz. Çünki o xəyal çalışmalar olmadan və əmək verilmədən gerçəkləşə bilməz, düzdür? Xəyalın 99% adamdan asılıdır. Özündən asılı düşünürsən. Nə gözəl fikirdir bu. Çox həqiqətən doğrudur. Əziz, məncə insan xəyal qurduğu zaman belə özünü motivasiya etməlidir və sənin motivasiya qaynağın nədir? Bu haqqda deyə bilərsənmi? Və ya özünü necə motivasiya eləyirsən? Bu gün misal üçün qalxdın və universitetə gedəcəksən və ya hər hansısa bir iş görəcəksən və istəmirsən bunu etməyi, amma özünün motivasiya necə edirsən? Mən istəməyən halda İstəməyə bilərsən və ya qalxdın və motivasiyaya ehtiyacın var. O həm də fərqli olur. Məsələn, bir vaxt mən özümə deyirəm ki, Əziz, bu lazımdır, bu sənin üçün ancaq xeyirlidir. Əgər biz ancaq öz istədiyimizi etsək, biz bəzi arzuları yetirə bilmərik. Yerinə yetirilməyə bilər, düzdürmü? Bilmərik. Çox gözəl. Əziz, 5 il sonra özünü harda görürsən? Yəni 5 il sonra Əziz harda olsun istəyirsən? Mən özümü müəllim görürəm. Və müəllimlik peşəsini necə icra eləməyi planlayırsan? Yəni müəllimlik dediyimizdə ağlına gələn şeylər nələrdir və onu necə həyata keçirmək istəyirsən 5 il sonra olduğunda? Mən tələbələrə ya da ki, şagirdlərə qarşı mehriban, anlayışlı, qəbul edən müəllim kimi. Çünki insanlar tələbələrə çalışan. Bravo sənə. Çünki insanlar içərisində fərqli olan insanlar da qarşılaşacaqsan onlarla və onları qəbul etmək, onları olduğu kimi qəbul etmək ən önəmli xüsusiyyətlərdən biridir, düzdürmü? Əziz, səninlə söhbət etmək o qədər dəyərli idi ki və həqiqətən həm bir daha sənə heyran qaldım, həm qürur duydum, həm bir insan kimi, həm bir ana kimi, həm bu yolda bərabər getdiyimiz bir şəxs kimi. Çünki sənin varlığın hər zaman mənə güc verir və mənim kimi analara da çox böyük güc verir. Çünki biz fərqliliyi olan övladlara sahib olan analar Əziz kimi nümunələri gördüyümüzdə bir ümidlə həyatımıza baxmağa davam edirik və deyirik ki, düşünürük ki, gün gələcək bizim də övladlarımız verdiyimiz əməklərin nəticəsində böyük uğurlar əldə edəcəklər, kiçik uğurlar əldə edəcəklər, ancaq ən önəmlisi xoşbəxt olacaqlar və cəmiyyətdə sərbəst şəkildə öz ayaqları üzərində dayana biləcəklər və sən mənim üçün bir motivasiya qaynağısan. Mən sənə həqiqətən bir insan kimi təşəkkür etmək istəyirəm ki, sən bu qədər özün özünə motivasiya edərək, verərək və müvəffəq olmaq üçün əlindən gələn hər bir şey edirsən. Və son sualım odur ki, sən bizim dəyərli izləyicilərimizə buradan hansı mesajı çatdırmaq istəyərsən, nə demək istəyərsən və onlara içindən gələn o cümlələrini necə ifadə etmək istəyərsən, buyur, söz sənindir.
Mən demək istəyirəm ki, bəlkə də bayaq dedim onu, biz hamımızı qəbul etməliyik. Hamıya biz hörmət etməliyik, hamıya qarşı nəzakətli, tərbiyəli olmalıyıq. Fərqlənmir həm nasiyadan, həm mədəniyyətdən, Milliyyətindən asılı olmayaraq, milliyyətindən, dindən asılı olmayaraq. Həm də fərqlənmir hansı bir adam autizm ya da ki, hansı bir başqa fərqlilik varmı, yoxmu? Biz hamıya eyni olmalıyıq. Bəli, çünki ən önəmli şüarımız da budur. İnsanları sevmək, onları olduğu kimi qəbul etmək və cəmiyyətdə onların var olmaları üçün, cəmiyyətə adaptasiyaları və inteqrasiyaları üçün hər kəs bəlkə də o daşın altına öz əlini qoymalıdır və əlindən gələn hər bir şey etməlidir, düzdürmü? Çox təşəkkür edirəm əziz. Çox sağ ol. Yaxşı ki varsan və səninlə bir daha deyirəm, söhbət etmək çox xoş idi və bir daha deyirəm, qürur duyuram səninlə. Uğurlar sənə həyatında. Çox sağ ol. Dəyərli izləyicilərimiz, bugün həqiqətən bəlkə çox qürur duyduğum və eyni zamanda duyğulandığım bir həm söhbətimlə birgə gözəl bir veriliş alındı deyə düşünürəm və hər birinizə buradan əzizlə birgə bir mesaj çatdırmaq istəyirəm ki, biz hər birimiz fərqliyik və hər birimiz fərqli xüsusiyyətlərə sahib insanlarıq. Hər birinizdən də istəyimiz odur ki, bizim övladlarımızı, cəmiyyətin fərqliliyi olan üzvlərini olduqları kimi qəbul etmək, onlara qucaq açmaq, onları sevmək və onlara dəstək olmaqdır və əl elə verərək inklüziv cəmiyyətin formalaşmasına hər birimiz gəlin töhfə verək, əlimizdən gələn hər bir şey edək ki, cəmiyyət daha anlayışlı olsun və hər kəsə qucaq açsın. Təşəkkür edirəm izlədiyiniz üçün.